Avtomobil almamışdan qabaq mütləq bunu test edin. Hər müasir avtomobilin cihazlar panelində avtomobili işə salanda bu 2 ədəd lampa mütləq əvvəl yanıb, daha sonra da sönməlidir. Gəlin sizə bunu öz avtomobilimdə göstərim. Avtomobili xoddamıram, sadəcə yanlı vəziyyətə gətirirəm. Check engine və airbag yandı. Və gördüyünüz kimi check engine sönmür. Mən avtomobili işə salıram və ancaq bundan sonra check engine sönür. Bu testi aparmaq niyə vacibdir? Siz avtomobili işə salanda maşın başlayır öz-özünü yoxlamağa və əgər sistemdə hər hansısa bir problemlər yaransa, bunu sizə müəyyən işıqlarla göstərir. Yəni, əgər qeyd elədiyim işıqlar sönməsə, daimi yanılı qalsa, o demək ki, avtomobilin mühərrikində və ya airbagində hər hansısa bir problemlər ola bilər və bunu diaqnostikaya aparmaq lazımdır ki, səbəbini müəyyən eləyəsiniz. Amma bu işıqlar ümumiyyətlə yanmasa, bu o deməkdir ki, bunu qəsdən söndürüblər və bu avtomobildə sizdən nəsə gizlədirlər, yəni maşında problemlər var və bu cür maşınlardan uzaq durmaq məsləhətdir.